Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Mən bugün sizlərlə birlikdə 8-ci il Azərbaycan dili 5-ci bölümün 5-ci dərsi ilk redaktor. O kim imiş? Mövzusunu çalışmalarını izah edəcəyəm. Gəlin başlayaq. Gəlin çalışma 1 ilə başlayaq. Deyir ki, mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan istifadə edərdiniz? Onları tərtib edərək yoldaşınızla müzakirə edin. Mən 2 sual tərtib etmişəm. Birincisi, Gəncədə Azərbaycan qəzeti nə vaxt nəşrə başlayıb? Azərbaycan qəzetinin ilk redaktoru kim idi? Siz də belə suallar yaza bilərsiniz. Çalışma 2. Xaricdə yaşayıb yaratmaq məcburiyyətində qalan daha hansı böyük şəxsiyyətlərimizi tanıyırsınız? Hansı şəxsiyyətlər, həmin şəxsiyyətlər haqqında məlumat toplayıb mətn hazırlayın. O şəxsiyyətlərdən biri haqqında, Muxtar Əfəndiyev haqqında belə bir məlumat toplamışam. Siz də bunu yaza bilərsiniz. Çalışma 3. Deyir ki, fərqləndirilmiş sözlərin leksik mənalarını izah edin. Redaksiya heyəti. Qəzet və ya jurnalın fəaliyyətinə rəhbərlik etmək üçün redaksiyada yaradılan kollegial orqandır. Redaktor hər hansı bir işi, kitabı, qəzeti, jurnalı və s. redaktə edən adamdır. Etnoqrafik. Etnoqrafiyaya aid olandır. Konferans. Müəyyən məsələləri müzakirə və həll etmək üçün keçirilən yığıncaqdır. İstiqlaliyyət. Siyasi müstəqillikdir. Xadim isə xidmət edən deməkdir. Folklor isə şifahi xalq yaradıcılığı deməkdir. Çalışma 4. Deyir ki, sərbəst, azad, müstəqil sözlərin sinonim olduğunu əsaslandırın. Sizcə, istiqlaliyyət sözü bu sözlərlə sinonim yarada bilərmi? Fikrinizi əsaslandırın. Sərbəst, azad, müstəqil sinonim sözlərdir. Amma istiqlaliyyət onların sinonimi ola bilməz. Çalışma 5. Xəyanət sözün antonimini tapın. Xəyanət sözün antonimi etibar etmək ola bilər. Yəni, xəyanət nə isə dönmək, xainlik etmək, onun antonimi isə etibar etmək ola bilər. Çalışma 6. Aşağıdakı planlardan istifadə edərək mətbuat bugün mövzusunda təqdimat hazırlayın. Siz də belə bir təqdimat hazırlaya bilərsiniz. Mən belə bir təqdimat hazırladım. Siz də belə bir şey yaza bilərsiniz. Çalışma 7. Mətndən altından xətt çəkilmiş sözlərin ifadə etdiyi mənanı müəyyənləşdirin. Onların ifadə etdiyi məna, yəni ara sözlərdir. Modal sözlərlə ifadə olunub, bunların hər biri ara sözdür. Çalışma 8. Uyğunluğu müəyyənləşdirin. Birincisi olacaq, güman şübhə bildirir. İkinci, təəssüf bildirir. Üçüncü, təsdiq bildirir. Dördüncü, sıra bildirir. Beşinci, fikrin mənbəyini. Altıncı isə nəticə bildirir. Çalışma 9. Çalışma 9-da bizə deyir ki, mətnin ardıcılığı davam etdirin və uyğunluğu müəyyənləşdirin. Burada bizə sözlər verir və onları müəyyənləşdirməyimizi istəyir. Həqiqətən doğrusu səksiz. Bunların oxşarı olacaq, yəni ardı olacaq, əlbəttə şübhəsiz. 2. Güman ki, ola bilsin ki, ehtimal ki, gərək ki. Üçüncüsü, məncə, eşitdiyimə görə, görənin ardı ola bilər ki, sizcə, mənə görə, sən bilən. 4. Birincisi əvvəla, onun ardı ola bilər ki, ikincisi, üçüncüsü. Siz də belə yaza bilərsiniz. Çalışma 10. Vətənpərvər ziyalılarımız mövzusunda təqdimat hazırlayın. Təqdimatda ara sözlərdən düzgün və yerində istifadə edin. Siz də belə bir təqdimat hazırlaya bilərsiniz. Bu təqdimat Teymur Əhmədov haqqında verilib. Həmçinin Nərimanov haqqında da verilib və burada vətənpərvər ziyalılarımız haqqında da 2 ziyalının adı çəkilir. Siz də belə yaza bilərsiniz. Və əziz izləyicilər, çalışmalarımızın hər biri qutardı. Sağ olun əziz izləyicilər, kanalıma abunə olmağı və like atmayı unutmayın. Sağ olun.